Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə mediasında ciddi rezonans doğuran növbəti etirafı səsləndirib. Musavat.com xəbər verir ki, o, Arm Comedy podkastına müsahibəsində Ermənistanın bir sıra sahələrdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan ərazisini nəzarətdə saxladığını bildirib. Simonyan bu sözləri açıq şəkildə deyib, xəritədə yerləri göstərim, deyirəm ki, təxminən 110 kvadrat kilometr biz onların ərazisindəyik, məsələn, Tavuş istiqamətində. Təxminən 200 kvadrat kilometr onlar bizim ərazimizdə. Rəsmi şəkildə deyirəm ki, hətta 90-cı illərdən bəri irəlidə olduğumuz yerlərdə var. Açıqlama Ermənistan mənbələrində böyük mübahisələrə səbəb olub. Alen Simonyanın etirafı son günlər Azərbaycan-Ermənistan sərhədində gedən proseslərin, xüsusilə delimitasiya-demarkasiya gündəminin fonunda diqqət çəkən əsas bəyanatlardan biri kimi dəyərləndirilir.